Ötən gün səhər saatlarından başlayaraq Təbriz şəhərində güclü partlayış səsləri eşidilib. Bu haqda yerli media məlumat yayıb. Günorta saatlarında Təbriz fərmandarlığı açıqlama yayaraq partlayış səslərinin hərbi manevrla bağlı olduğunu bildirib. Şəhid Təbriz-Təbai kazarmasında başlayan hərbi manevrın 3 gün davam edəcəyi bildirilib. Təlimlərin məqsədi barədə əlavə açıqlama verilməyib. Qeyd edək ki, dekabrın 4-də də Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə Səhənd Antiterrorizm 2025 adlı birgə təlim keçiriləcək. Davam edirik. Son 10 il ərzində 12 min universitet müəllimi ölkəni tərk edib və bunun 60%-i son 4 ilə aiddir. Bunu İranın Elm Nazirinin keçmiş müavini Mustafa Zərifyan deyib. Ali təhsilin ekosistemi və idarəçiliyi köklü dəyişikliklərə məruz qalıb və bu yeni ekosistem xüsusi səlahiyyətlər tələb edir deyə o əlavə edib. Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə 2006-cı ildən bugünə kimi minlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub. Xüsusilə 2022-ci ilin sentyabr ayından başlayan etiraz eylemlərindən sonra ictimai fəallıq göstərən çox sayda müəllimlərə qarşı hökumət əleyhinə təbliğat ittihamı irəli sürülüb. Bununla yanaşı, İranda universitet müəllimlərinin də əmək haqları ilə inflyasiyanın arasındakı kəskin narazılıq onların başqa ölkələrə üz tutmalarına səbəb olub. Bütün prokurorlara hicab qaydalarını pozanlara qarşı tədbir görmələri barədə göstəriş vermişəm. Bunu İran məhkəmə sisteminin sədri Qulam Hüseyn Möhsini Ejeyi deyib. O, hicabdan imtina etməyin düşmənlərin İrana qarşı fəaliyyətlərinin tərkib hissəsi olduğunu iddia edib. Buna görə də bütün prokurorlara əmr etmişəm ki, təhlükəsizlik orqanlarından sosial ixtişaşlar sahəsində mütəşəkkil və xaricə bağlı tendensiyaları müəyyən etmələrini tələb etsinlər. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi İrandakı vizual, yazılı və onlayn mediaya Kərəc bəndinin qurumuş yatağında onlarla cəsədin tapılması ilə bağlı hər hansı bir məzmun dərc etməkdən çəkinməyi əmr edib. Xatırladaq ki, ötən həftə Əlbirz əyalətində nəşr olunan yerli Pəyam Sepidar qəzeti Kərəc bəndində suyun səviyyəsinin düşməsi və bəndin yatağının görünməsi ilə əlləri və ayaqları bağlı və plastik xalça və ya kilimlə örtülmüş bənddə qalmış 74 şəxsiyyəti müəyyən edilməmiş cəsədin tapıldığını yazmışdı. Ancaq qəzet hesabatı dərc etdikdən bir neçə saat sonra veb saytından cəsədlərin tapılması ilə bağlı bölməni silib. Xəbər sosial mediada sürətlə yayıldı və çoxlu reaksiyalara səbəb oldu. Xəbər o qədər sürətlə yayılır ki, regional su şirkəti və Əlbirz əyalətinin məhkəmə tibbi ekspertizası ayrı-ayrılıqda açıqlama verərək xəbəri yalan adlandırırlar. Britaniya polisi bu ölkədə mühacirətdə olan İranlını 15 yaşlı yeniyetmə qıza təcavüz etdiyinə görə həbs edib. Bununla bağlı Britaniya mediası məlumat yayıb. Məlumata görə miqrantlar üçün nəzərdə tutulan oteldə qalan Əmim Abedi Müfədder ötən ilin fevral ayında Oksforddakı Vestage ticarət mərkəzinin yaxınlığında bir məktəbli qıza təcavüz edib. Ötən ay Oksfordun Craven məhkəməsi 35 yaşlı cinayətkarı cinsi təcavüzdə günahkar bilərək onu 9 il 6 ay azadlıqdan məhrum edib. Britaniya mediası İranlı caninin qıza başqa bir nəfərlə birlikdə təcavüz etdiyini yazıb, ancaq Abedi Müfərrid hələ həbs olunmayan ortağının adını çəkməkdən imtina edib. İran Ali Məhkəməsi Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanan 3 ərəb siyasi məhbusun edam hökmünü təsdiq edib. Bununla bağlı Karun İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə Fərşad Etimadifər, Məsud Camii və Əlirza Mərdasi adlı siyasi məhbuslar müharibə, silahlı təşkilat üzvü olmaq və hökumətə qarşı təbliğatda günahlandırılıblar. İnsan haqları fəalları irəli sürülən ittihamların saxta olduğunu, məhbuslardan işgəncə altında məcburi etiraflar alındığını bildiriblər. Onların məlumatına görə adı çəkilən siyasi məhbuslara vəkillə təmin olunmaq və özlərini müdafiə etmək hüququ verilməyib. Urmiya, Şiraz, Yəsuc, Bəhbahan, Nişabur, Zəncan, Bukan, Mahabad və Əli-Güdərs şəhərlərinin həbsxanalarında 16 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Qeyd edək ki, cari ildə 40 qadın olmaqla 1400-ə yaxın məhbus edam edilib. Onlardan 1349-nun kimliyini müəyyənləşdirmək mümkün olub. Davam edirik. Rəşd-Astara dəmir yolu layihəsinin icra müqaviləsi 2 həftəyə imzalanacaq. Bu barədə İranın Yol və Şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
İranlı nazir Rəşd Astara dəmir yolu layihəsində irəliləyişlər olduğunu qeyd edib. Nazir deyib ki, torpaq sahəsinin alışı ilə paralel şəkildə layihənin maliyyə və hüquqi məsələləri də həll olunur. Onun sözlərinə görə 1,6 milyard avroluq layihədə İranın 15% ödəniş etməsi əvvəlki şərt olsa da, bunun artıq mümkün olmadığı Rusiya tərəfindən qəbul edilib. Nazir bildirib ki, icra müqaviləsinin detalları hazırlanır və yaxın bir ay ərzində yekunlaşacaq. Hüquqi məsələlərlə bağlı cüzi gecikmələrə baxmayaraq müqavilənin imzalanması üçün Rusiyaya səfər 1-2 həftə ərzində planlaşdırılır. O, paralel olaraq texniki işlərin başlanmasının dəmir yolunun tikintisini sürətləndiriləcəyini vurğulayıb. Amerika prezidenti Donald Trump Tehranın Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığa gəlməyə çalışdığını deyib. Bu barədə o, Floridaya gedərkən təyyarəsində jurnalistlərə danışıb. Yeri gəlmişkən, İran da razılaşma istəyir. Hamı bizimlə razılaşma istəyir. Biz İranın nüvə potensialını məhv etdik. Biz bunu 22 ildir istəyirik. Heç bir prezidentin bunu etmək qərarı olmayıb. Biz bunu etdik. İran isə tamamilə fərqlidir, deyə Amerika prezidenti bildirib. Buraxılışımız davam edir. Azərbaycanla Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Bu barədə Prezident İlham Əliyevin Fələstin dövlətinin prezidenti Mahmud Abbası ünvanladığı təbrik məktubunda bildirilib. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm-el-Şeyxdə keçirilən Yaxın Şərq sülh sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm, deyə Azərbaycan dövlət başçısı qeyd edib. Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını qətiyyətlə pisləyib. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin X hesabında bildirilib. Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycanla tam həmrəylik ifadə edərək Ukraynadakı səfirliyin raket zərbəsinə məruz qalmasını məsuliyyətsiz hərəkət adlandırıb, bunu Viyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib. Diplomatik nümayəndəliklərin binaları toxunulmazdır, deyə qeyd olunub. Baş katib bugün Rusiya tərəfindən Ukraynanın bir neçə bölgəsinə qarşı həyata keçirilmiş geniş miqyaslı raket və dron hücumlarını, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını qətiyyətlə pisləyir. Xəbərlərə görə, paytaxt Kiyev şəhərində azı 6, Çornomorsk şəhərində isə 2 nəfər həlak olub. Bu fikirlər BMT baş katibinin sözçüsünün yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda bildirilir ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar beynəlxalq humanitar hüququn pozulması deməkdir və bu cür hücumlar harda baş verməsindən asılı olmayaraq qəbul edilməzdir, dərhal dayandırılmalıdır. Bəyanatda həmçinin baş katibin diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini xatırlatdığı bildirilir. Baş katib ədalətli, hərtərəfli və dayanıqlı sülhə doğru ilk addım kimi tam, dərhal və şərtsiz atəşkəs çağırışını bir daha səsləndirir. O, bu sülhün BMT nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq Ukraynanın suverenliyini, müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam şəkildə təmin etməli olduğunu vurğulayır, deyə bəyanatda deyilir. Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İskəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mikhail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb, ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib. Davam edirik. Qarabazarda dəyəri 90 milyon Amerika dollarından artıq olan heroin aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat axtarış və nəzarət tədbirlərinin nəticəsində İrandan Avropaya daşınması nəzərdə tutulan, xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına kafel yapışdırıcısı yükü aparan vaqon Astara Dəmir Yolu Gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlanması tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44 xüsusilə külli miqdarda qablaşdırmaları ilə birlikdə ümumi
təqribi çəkisi 456 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilib. Qeyd edilib ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon Amerika dollarından yuxarıdır. Faktla bağlı araşdırma aparılır.